1918-ci ildə həm Azərbaycan, həm də Gürcüstan tarixinin ən mühüm səhifələrindən birini yazır. 26 may Gürcüstan, 28 may isə Azərbaycan öz müstəqilliyini dünyaya elan edir və Qafqazda iki yeni dövlət yaranır. Müstəqil Azərbaycan dövləti qısa ömründə böyük nailiyyətlər əldə edir. Milli ordu, milli pul, milli bank, azad seçkilər, beynəlxalq əlaqələrin qurulması istiqamətində mühüm addımlar atılır. Azərbaycan müstəqilliyinin tanınması da məhz elə bu dövrdən başlayır. 1918-ci ilin noyabrın 9-da Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilir. Müstəqilliyini əldə etdikdən sonra Gürcüstan regionun ən demokratik idarə etmə sistemini qurmağa çalışır. Parlament sistemi quruldu, söz azadlığı genişləndirildi, milli ordu yaradıldı, milli bayraq qəbul edildi. Təhsil inkişaf etdi və dünya dövlətləri ilə diplomatik əlaqələr quruldu. Noya Jordaniya isə müstəqilliyin arxasında dayanan əsas quruculardan biri hesab olunurdu. O, Avropa ölkələri ilə münasibətlər qurur, diplomatik əlaqələrini genişləndirirdi. Ancaq azadlıq yolu heç vaxt asan olmur. 1920-ci ildə Azərbaycan, 1921-ci ildə isə Gürcüstan Sovet ordusu tərəfindən işğal edildi. Hər iki ölkə müstəqilliyini itirdi və uzun illər Sovet Birliyinin tərkibində yaşamaq məcburiyyətində qaldı. Düz 70 il boyunca bu iki xalq azadlıq arzusunu qəlbində gizlətməyə məcbur qaldı. Buna baxmayaraq hər iki xalq öz azadlıq ideyasını qoruyub saxladı və 1991-ci ildə həm Gürcüstan, həm Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdi. Hər iki ölkədə yeni dövlət qurumları yaradıldı. Dil və milli dəyərlər daha güclü şəkildə qorunmağa başladı. 26 may Gürcüstanın, 28 may Azərbaycanın sadəcə müstəqillik günü deyil. Bu tarixlər Qafqaz xalqlarının azadlığı uğrunda mübarizəsinin, milli kimliyinin və gələcəyə olan inamının simvoludur.